Uşaqlar, bugün 9-cu sinif test kitabına sınava 7-ci zaman verirəm. Birinci sualdan başlayaq. Qabaq çox uzaqlığının bir təpəsindən 4 diaqonal çəkilmişdir. Onda belə çıxır ki, n çıxı 3 bir təpədən çıxan diaqonalların sayı n çıxı 3 düsturun hesablanır. Onda n də bərabərdir 7-yə. Bizim bütün diaqonalların sayını soruşur. Bizim bütün diaqonalların sayı düsturu n vur n çıx 3 bölü 2-dir. Yəni 7 vur 7 çıx 3 böl 2, 7 vur 4 böl 2. Cavab olacaq 14 D variantı. İkinci sual. 2 bir cütü deyil. Birinci x 2-dir, y 1-dir. Bu bilməli. Yerinə qoyaq. Olacaq 2m üstə gəlsin 1 vur 2 bərabərdir 6. Onda 2m bərabərdir 4, m də bərabərdir 2. Sonra aşağıda yerinə qoyuram. Yazıram n vur 2 üstə gəlib 5 vur 1 bərabərdir 11. 2m bərabərdir 6, n də bərabərdir nəyə? 3-ə. M ilə n tapdım. Bizdən hasilini soruşur. Cavab olacaq 6. Cavab D variantı. Üçüncü sual. Şəkli əsasən fiqurun sahəsini tapın. Uşaqlar, ürək düşdü. Deməli, gəlin belə yazaq. Yəqin ki, çəkilməyəcək. 6 kök altında 3. Bura 5 kök altında 3. Bura 4 kök altında 3. Bura 8 kök altında 3'dür. Mən götürüb bunu, baxın, belə birləşdirsəm, bura 4 kök 3 deyilmi? Onda burada 4 kök 3. Onda burada 2 kök altında 3 olacaq. Bura 8 kök altında 3-dürsə, 8 kök 3-dən də 5 kök 3 çıxsam, burada olacaq nə uşaqlar? 3 kök altında 3. Bunun sahəsi nə oldu? Bunların hasili. Yəni 2 kök 3-ü vuraram 3 kök 3-ə. Bu da eləyəcək 18. Bəs bunun sahəsi nə olacaq? 4 kök 3-ü nəyə vuraram uşaqlar? 8 kök altında 3-ə. 32 3-ə vuranda eləyəcək 96. Bizdən ümumi sahə soruşduğuna görə 18 ilə 96 toplayaram. 114. Cavab B variantı. Dördüncü sual. 3x çıx 6. Uşaqlar, bir dəfə 3x çıx 6 deməli, bir dəfə işarəni dəyişib yazmalıyıq. Deməli, olacaq bir dəfə 2, bir dəfə də olacaq yenə 2. Yenə 2. Həlli olmayan, uşaqlar, bunun həlli deyil, cavab 2. Niyə həlli deyil, cavab 2? Bunun cavabı mənfi sonsuzdan 2-yə birləşir 2-dən müsbət sonsuzluğadır. Baxın. Çünki biz demiş bir onda birləşmə gütməliyik. Bunun da birləşməsi budur. Düzdür, 2-ni almır yeganədən, 2 almır. Həlli olmayan cavab A variantı. 5-ci sual. Göründüyü kimi oxşarlıqdır. Baxın kimi görmək olar. Bura alfadır, bura alfadır. Onda bura betadırsa, yəni baxın alfa, beta, qammadırsa. Baxın alfa, beta, qamma, alfa, bir dəqiqə, alfa, beta, qamma. Bu ikisi bizə oxşardır. Deyir ki, bura 5-dir, bura 4-dür, bura 6-dır. Yazıram, məndən də soruşur A deyini, X-ə. Yazıram ki, qammanın baxan üzü, baxın, 4-ün, qammanın baxan üzü böyük bucaqda nədir? 5 plus X-dir. Görürsünüz də yəqin ki. Nisbəti bərabərdir. Sonra yazıram alfanın baxan üzü, baxın 5-in, alfanın baxan üzü ümumi nədir? 10. 10. Bu da olacaq X də bərabərdir 3-ə. Çarpaz vuranda cavab olacaq 3. Cavab B variantı. 6-cı sual. Mərkəzi 1-2-dirsə, onda x çıx 1-in kvadratı üstü gəlsin x çıxılsın 2-nin kvadratı bərabərdir 9. Çünki çevrənin tənliyi x çıx a-nın kvadratı üstü gəlsin x çıx b-nin kvadratı bərabərdir r-in kvadratı. Bizə AB-ni verib 1-2, radiusda verib 3. Yerinə qoydum və bunu tapdım. Düzdür uşaqlar? Bizim tənliyi soruşur. Cavab olacaq nə? Cavab olacaq B. Yox, B yox. Üzr istəyirəm. Cavab olacaq x çıxılsın 1, x çıx 2-nin kvadratı C variantı. Cavab oldu C variantı. Keçdik 7-ci suala. Deyir, təyin oblastını tapın. Təyin oblastı, uşaqlar, x-in ala biləcəyi qiymətdir. Burada x istənilən qiyməti ala bilər. Heç bir məhdudiyyət yoxdur. Cavab mənfi sonsuzdan müsbət sonsuzluğa. Y variantı. Yəni, mən x-in yeni istədiyim qiyməti qoya bilərəm.
Amma olsaydı 1 böl x sıx 3 məsələn təyin oblasında. Deyərdim ki, təyin oblası mənfi sonradan 3-ə, 3-dən müsbət son. Niyə? Çünki 3-ü almır. Axı məxrəc 0 ola bilməz. Ona görə. 8-ci sual. Silindr verilib uşaqlar. Silindrin gördüyünüz kimi oturacağın saat oluşur. Mən də bilirəm ki, silindrin açılışında bir düzbucaqlı 2 dairə var və bura 2 pi r, bura isə h-dır. Səndə bizə də buranı verib, 2 pi r olan hissəni verib. 10 pi. Onda belə çıxır ki, pi ilə gedər, r də bərabər olur 5-ə. Oturacağın sahəsi soruşur. Oturacağın sahəsi dairədir. Dairənin sahəsi pi r kvadratıdır. Onda bu da cavab olacaq 25 pi. Cavab olacaq A variantı. 9-cu sual. Hansı doğru deyil? 2, 2, 5, 5. Gəlin 4 yazaq, sonra 5, 5 yazaq. Uşaqlar 2 modaldır. Bəli, 2 modaldır. 2 və 5. 2 dənə modası var. A doğrudur. B variantı. Modası 4-dür. Xeyr, səhvdir. Modası 4 deyil. Modası 2 ilə 5-dir. Deməli, cavab B variantıdır. C variantına baxın. Median 4-dür. Bəli. Median 4-dür. Düzdür. D variantı. Ədəd ortası 3,6. Toplayıb 5-ə böləndə 4, 8, 18-i 5-ə böləndə bəli 3,6 doğrudur. Ən böyük fərq 3-dür. Bəli 5 çıxı 2 3-dür doğrudur. Cavab B variantı yanlışdır. Modası 4 deyil. Modası 2 və 5-dir. 10-cu sual. 4 yaşlı və 6 qırmızı olan kürə var. Torbadan çıxarılan kürənin hər ikisinin qırmızı olması ehtimalı. Uşaqlar, iki kürə çıxarılıb. İkisinin də qırmızı olması ehtimalı. Uşaqlar, 10-cu sual biz əslində baxacağıq. Deməli, 4 yaşıl 6 qırmızı kombinezona getməliyik. 4 yaşıl 6 qırmızı. Ümumi 10 dənəsindən ikisi seçilməlidir. Bizə deyir ki, 6-sından, yəni qırmızıdan ikisi seçilsin. Yəni 2 kürə seçilsin, çıxarılsın. Amma hər ikisi qırmızı olsun. Biz bu tapmalıyıq. Bu da olacaq 6 faktorial böl 2 faktorial vur 4 faktorial. 10 faktorial böl 8 faktorial vur 2 faktorial. Bizə verəcək 5 faktorial 5 vur 6 böl 2 yuxarıda. Bu da bizə verəcək 9 vur 10 böl 2. 15 böl 45 cavab 3'də 1. B variantı. 11. Bizi köçürürəm. Niyə köçürürəm? Çünki mən bunları alta toplayacağım. Buna bir x deyirəm. Alta toplasam olacaq 3'də 3. 5'də 5. 7'də 7. A plus x. 4 plus A plus x. 4 bərabərdir A plus x. Onda biz buradan x tapsaq x bərabərdir 4 çıx A. Cavab B variantı. 12. Bura bir hündürlük çəkilib. Bura 1-dir, bura 4-dür, radius 4-dür. Onda bura 3-dür uşaqlar. Mən də bilirəm ki, məndən CH-ı soruşur. Yəni məndən buranı soruşur. X, burada x-dir. Niyə x dedim? Çünki diametri, vətər diametrlər perpendikulyardırsa, onda vətərlər bərabərdir. Yəni ümumiyyətlə diametrdən keçən vətər perpendikulyardır, belə demək olar. Bərabərdir də. Onda bizim iki vətənin kəsişməsi xassiyəsinə görə x-in kvadratı bərabərdir 1 vur 7. Onda x-ə bərabərdir kök altında 7. Cavab C variantı. Aha. Cavab C variantı. Keçirəm 13-ə. Deyir x böl y bərabərdir 4-ə. Onda x nəyə bərabərdir? 4-ə. Mən də uşaqlar yerinə qoyaram. Əlbəttə ki, yerinə qoyaram. X yerinə yazsam 4y. Yazım 4y vurulsun. 4y vur y böl y-in kvadratı. 4y vur. Buradan nə çıxacaq? 2y çıxacaq. Bu da olacaq 8. Y-lər getdi. Cavab 8 Y variantı. 14. A kubu çıx A.
Buradan əlbəttə ki A-nı çıxardaram. Bu da olacaq A vur A çıx 1. A üstü gəl 1. C variantı. Üçbucağın daxili bucaqları cəmi bilirik ki 180 dərəcədir. Deyir biri x-dir, biri 3x-dir, biri 5x-dir. Daxili bucaqları. Cəmi nə olacaq? Cəmi də olacaq 180 dərəcə. 9x bərabərdir 180, x də bərabərdir nəyə? 20-yə. Bizdən ən böyük soruşur 100. 100 Y variantı. 16. K-nın hansı qiymətə tənin 2 bərabər kökü var? Tənin o zaman 2 bərabər kökü var ki, diskriminant 0-a bərabərdir. 4K-nın kvadratı çıx 4 vur K vur 0. Deməli uşaqlar, K 0 ola bilməz. Çünki ona görə ki 0 olsa bütün kvadrat təyin olmur. Ona görə cavab 3. K-nın 3 qiymətində. Bizə bilirik ki, diskriminant B kvadratı çıx 4 az deməkdir uşaqlar. Burada A nədir? Çaşırsınızsa deyim. A K-dır. Baxın. B mənfi 2 K-dır. C də 3-dür. Yerinə qoydum, cavabı tapdım. 17. Ədəd var. Sadə vuruğu 2-dir, sayı 1-dir. Sadə vuruğu 3-dür, sayı 2-dir. Sadə vuruğu 5-dir, sayı 1-dir. 2 vur 9 vur 5. Cavab 90. Bizim bədədə soruşur. Cavab 90. 18. Ardıcıl cüt ədədlərin əbəbi 2-dir. Məsələn 8 10 əbəbi 2-dir. 16 18 əbəbi 2-dir. Ardıcıl cüt ədədlərin əbəbi nə olacaq uşaqlar? Cavab 2. 19. Dərəcəsini tapın. İçəridə ən böyük dərəcə hansıdır? Bu 1-də bilirsiniz. Bunun dərəcəsi 4-dür. Bunun dərəcəsi 3-dür. Bu da 0-dır. Ən böyük 4-dür. 4-ü 2 vuranın cavab neçə eləyəcək? 8. 20-ci sual. İti bucağı 18 dərəcə olan bu 18 uşaqlar burada 60 yox 72 dərəcədir. Deyir ki, median hipotenuz. Uşaqlar, medianla hipotenuz arasında qalan bucağı tapanda biz alfadan beta çıxırdıq. Yəni 72 çıx 18. 54. Bizdən bitti. Cavab 54 dərəcə. 21. Üçbucağın iki tərəfi 4 6 olarsa, üçüncü tərəfin ən böyük tam qiymətini tapın. Əlbəttə ki, üçüncü tərəf ədədlərin fərqi ilə cəmi arasında yerləşməlidir. Bizdən ən böyük qiymət olacaq, cavab olacaq 9. Çünki onu almır. 22-ci sual. Deyir ki, A ifadəsi iki ədədinin kvadratı olar, yəni bu ifadə iki ədədinin kvadratı olarsa, A-nın yerinə yazıla bilən 4 mümkün bir ədədini tapın. Olar, x-in kvadratı ilə 4x-in kvadratı görürəm. Burada ya müsbət 4xy olmalıdır, ya mənfi 4xy olmalıdır. Düzdür? Bunun üçün. Aha, indi bir də nə eləmək olar? Bu x-in kvadratı çıxılsın, 2xy plus y-in kvadratı bizə ixtisar modusunu verir, düzdür? Bir də bu y-in kvadratı olsun deyə biz a yaza bilərik nə? A yaza bilərik biz 4y-in kvadratı deyil, üstə gəlirsə 3y-in kvadratı. Yəni çıxılsın 3y-in kvadratı. Çıx 3y-in 4y-in kvadratına 3y-in kvadratına çıxmalıyıq. Ki bizimki alınsın nə? X-in kvadratı çıx 2xy plus y-in kvadratı. Deməli bizim A-mız ola bilər. Burada olacaq mənfi 3y-in kvadratı. Bu da olacaq x çıx y-in kvadratı. Müsbət 4xy olması üçün A olmalıdır
x-in kvadratı çıxılsın 2x, y üstə gəlsin 4y-in kvadratı. Bir dəfə çıx 2x, y yazmalıyam. Olsun ki, x çıxılsın 2y-in kvadratı. Deməli, bir dəfə də a ola bilər. Mənfi 2x, y. Bir dəfə də a olmalıdır. X-in kvadratı çıxılsın 2x, y plus 4y-in kvadratı plus 4x, y. Bu da bizə verəcək x plus 2y-in kvadratı. Deməli, bir dəfə də a olmalıdır. Müsbət 4x, y. Bir dəfə də nə ola bilər? Bir dəfə də ola bilər. Ola bilər x-in kvadratı çıx 2x, y üstə gəlsin 4y-in kvadratı. Necə? İndi uşaqlar, baxın, buradan gedək də, elə bil 2y-in kvadratı var. 2 vur 2y vur 2-də 1x. Yəni, bu olsun, burada olsun 4-də 1x-in kvadratı. 4-də 1x-in kvadratı olsun deyə, biz gərək x-in kvadratından nə çıxmalıyıq? Biz x-in kvadratından çıxmalıyıq 4-də 3x-in kvadratı. Çıxmalıyıq. Yəni, belə də üstü gəldi. Deməli, burada da a bərabər olacaq. Yəni, burada olacaq 2-də 1x çıxılsın 2y-in kvadratı. Burada bizdə a olmalıdır. A olmalıdır. Deməli, mənfi 4-də 3x-in kvadratı. Yəni, buradan 4-də 3x-in kvadratını çıxsam, mənə verəcək bunu. 4 dənə hal var. Yazdıq. Keçirəm indi 23-cü sualı. Həcmi 18 pi olan silindir. Silindirin həcmi pi r kvadratı vur h-dır. Bərabərdir 18 pi. Pi'lər getdi. Oturacağının radiusu 3 verib. Radiusu 3 isə r-in kvadratı 9 eləyir. 9h bərabərdir 18. H da bərabərdir 2. Cavab 2. 24-cü sual. Deyir ki, bura 10'dur, 9'dur, burada 10'dur. Uşaqlar, onda buradan bir hündürlük çəksəm, bərabərən trapeziyatda. Bura 9, 21-dən 9 çıxaram, 12, 12 2-yə bölərəm, 6, 6. Onda hündürlüyümüz oldu 8. Bizdən belə diaqonal soruşur. Bax, bura 8-dir. İndi qulaq asın, baxın, bu trapeziya, bu üstbucağa diqqətlə baxın, baxın. Bu üstbucağa diqqətlə baxdınız. Bura 15'dir, bura 8'dir. Bizdən buranı soruşur. Bu hündürlüyü də 8 çaşmayın buradan. İndi biz buranı tapmaq üçün neyəcəm? Yazdım 225 plus 64, 289'dan nə çıxır? 17. Cavab 17. 25-ci sual. Yeganə həlli var. Yeganə həlli olması üçün a-nın 1-ə nisbəti, 8-in, mənfi 8-in, mənfi 2 nisbəti, 6-nın 3-ə nisbəti. Yeganə həlli olması üçün bunlar bir-birinə bərabər olmalı deyil. Onda olacaq mənfi 2a, mənfi 8, a da fərqlidir mənfi 4-dən. Yəni a mənfi 4-ü almadığı müddətcə a-nın, yəni 4 mənfi 4 qiymətində bu sistemin yeganə həlli var. Belə. Baxdığınız üçün çox sağ olun. Təşəkkür edirəm.